Çox vacib mövzudur, hörmətli tamaşaçılar. Elə ona görə də biz mövzunu studiyada qonağımızla bir yerdə davam etdirəcəyik. Qonağımız isə hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyevdir. Əlövsət müəllim, xoş gəlmişsiniz. Xoş olsun, salamlayıram. Mən də sizi sağ olun, tamaşaçılarımızı salamlayıram. Elə istəyirsinizsə vaxt itirmədən keçək mövzu ilə bağlı suallarımıza. Çünki mövzu çox vacibdir və suallarımız da kifayət qədərdir. Biz bilirik ki, 18 yaşına çatmayan insanların işləməsi ilə bağlı həm hüquqi baxımdan, həm digər tənzimləmələri də nəzərə alsaq, dövlət xüsusi bir yanaşma tətbiq eləyir, həssas bir yanaşma göstərir. Bu yanaşmanın kökündə duran məsələlər nələrdir? Təşəkkür edirəm. Əslində, çox aktual, maraqlı mövzuya toxunmusunuz. Bu zaman keçdikcə aktuallığını itirmir bu mövzu. Çünki gənclərimiz, yeniyetmələrimiz, azyaşlılarımız bu problemlərlə üzləşir. Məsələ burasındadır ki, Azərbaycan Respublikasının Konstitusiyasında və Əmək Qanunvericiliyində konkret olaraq göstərilir ki, 46-cı maddənin 4-cü bəndində Əmək Qanunvericiliyində göstərilir ki, 15 yaşına çatmış şəxslərlə əmək müqaviləsi bağlana bilər. 15 yaşından aşağı fiziki şəxslərlə bağlanan əmək müqaviləsi etibarsız sayılır. Yəni, bağlanarsa əgər, əslində bağlana bilməz, bağlanarsa etibarsız sayılır. Bunun kökündə nə dayanır? Birinci növbədə valideynin nəzarətinin olmaması. Əgər 15 yaşından aşağı uşaqlar əməyə cəlb olunursa və bunlarla əmək müqaviləsi bağlanırsa, bu birbaşa valideynin nəzarətinin olmamasından bağlıdır. Təhsildən yayınma ən mühüm məsələlərdən biridir. Və burada biz bunun hüquqi aspektinə fikir verməklə bərabər həm hüquqi, həm də mənəvi tərəfinə diqqət yetirməliyik. Daha ciddi problemlə üzləşir uşaqlar. Təsəvvür edin ki, ilk növbədə insan alveri riski ilə üzləşir. İstismar olunma. Təsəvvür edirsinizmi, qanunverici əgər buna icazə vermirsə, bu istismar olunursa, əmək müqaviləsi qeyd etdi, orada hüquqşünasımız səhv eləmirəmsə, əgər bununla əmək müqaviləsi bağlanmırsa, heç bir halda münasibətdən söhbət gedə bilməz. Sabah hüququnu tələb edə bilməz. Bağlansa belə etibarsız hesab olunur. Bax, bu halda o uşağın taleyi sual altındadır, qaranlıq qalır və qeyd etdiyim kimi insan alverinin qurbanına çevrilə bilər, istismar oluna bilər. Bax, məsələnin kökündə dayanan amillərdən biri budur. Bəs bunun tutaq ki, aşkar olundu ki, 15 yaşına çatmadan bir uşaqla, belə deyək, müqavilə imzalanıb. Düz etibarsızdır, amma bu onun etibarsız olmasını yeniyetmə bilmir. Doğrumu? Belə olduğu halda bu necə tənzimlənir hüquqla? Yəni, hansı cinayət, daha doğrusu cəza mexanizmi var? Bu preventiv xarakter daşıyır bu cəza mexanizmi, yoxsa sizcə daha da sərtləşdirmək lazımdır? Məsələ burasındadır ki, bunun baş verməməsi üçün mütəmadi olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Əmək Müfəttişliyinin əməkdaşları tərəfindən həm regionlarda, həm də mərkəzdə seminarlar, təlimlər təşkil olunur ki, azyaşlıları işə götürənlər işə cəlb eləməsinlər. Əgər bu fakt aşkarlanarsa, doğrudan da hansısa biraz yaşlı işə cəlb olunubsa, artıq həm Əmək Qanunvericiliyinin 312-ci maddəsinə görə işə götürənlə bağlı məsuliyyət yaranır. Eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 192.8 və 192.9-cu maddələrinə görə konkret olaraq məsuliyyət yaranır. Həm vəzifəli şəxslər üçün, həm hüquqi şəxslər üçün. Onların deməli cərimə tətbiq olunur. Vəzifəli şəxslər 1000 manatdan 1500 manata qədər, hüquqi şəxslər isə 3000 manatdan 5000 manata qədər cərimə olunur. Söhbət burada tək azyaşlıların 15 yaşından aşağı uşaqların işə cəlb olunması yox, həm də götürsək ki, 15 yaşında olan uşaqların zərərli işə cəlb olunması məsələsi də var. Burada da əlbəttə İnzibati Xətalar Məcəlləsinin 192.9-cu maddəsinə görə həm hüquqi şəxslərin, həm də vəzifəli şəxslərin məsuliyyəti yaranır. Mən çox üzr istəyirəm, Firuz. Məsələyə biz hüquqi tərəfdən dediniz, izah elədiniz, çox gözəl, amma bir reallıq var. Reallıqda heç də hər şey qanuna uyğun şəkildə əməl olunmur, hər şey belə gözəl, ideal görünmür. Mən anlamağa çalışıram ki, 15 yaşına çatmayan bir uşağın işə götürən məkan deyəkmi, obyekt mi deyək, bilmirəm nədirsə də. Müəssisə, bunun aşkar olunması üçün hal-hazırda sadadınız ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin müvafiq qurumları var. Bunlar nə edirlər? Yəni, monitorinq mi keçirirlər, gedirlər, gəzirlərmi? Onlar hardan xəbər tuturlar ki, filan müəssisənin tabeliyində filan yaşlı uşaqla qanuna zidd bir müqavilə imzalanıb? Yəni, bunların iş prinsipi bir-birinə necə tənzimlənir? Əslində, çox zaman iş bilinmir, gizli qalır. Amma bunu bilənlər kimsə məlumat verirsə, bu zaman bilinir və yaxud tutaq orada çalışırsa, əmək haqqını almadığı halda onun bir yaxını müraciət edir, bunu bildirir. Şikayət oldu. Bəli, şikayət olur. Şikayət olma heç tək uşaqlarda deyil ki, böyüklərdə də görürsünüz ki, əmək müqaviləsi bağlamadan əməyə cəlb edirlər və yaxud əmək kitabçası açılmır onun üçün. Şikayət olunmasa bilinmir.
İndi sistem var, düzdür, sistem var. İşə götürən kimisə əməyə cəlb edirsə, sistemdə o görünür ki, bu adamın əmək müqaviləsi var və yaxud yoxdur. Amma əvvəllər bu heç bilinmirdi. Gizli şəkildə. Sonra əgər həmin şəxs işdən uzaqlaşdırılırdısa, əmək kitabçası istəyirdi, deyirdi ki, mənim sizə əmək kitabçası açılmayıb. Yəni, bu qanuna zidd əməllər var idi. Söhbət burasından gedir ki, bu kütləvi şəkildə deyil də, bu gün onu kütləvi şəkildə biz deyə bilmərik ki, kütləvi şəkildə çoxluq təşkil edir bu. Əvvəllər, bəli, daha çox idi. Amma uşaqların bu formada əməyə cəlb olunması yol verilməzdi. Bunun bayaq dediyim kimi mənəvi tərəfi var. İşə götürən özü fikirləşməlidir ki, bu uşağı bu işə cəlb eləyir. Bu uşağı cəlb elədiyi müddətdə bilirsiniz, qanunverici onu tələb eləyir ki, əgər 16 yaşına qədər olan uşaqlar işə cəlb olunarsa 24 saat müddətində, həftədə 24 saat müddətində işlədilə bilər. Əgər 16 yaşdan yuxarı 18 yaşın olarsa bu 36 saat müddətində və bunlar qısaldılmış iş vaxtı hesab olunsa belə onlara tam əmək haqqı ödənilməlidir. Siz mənəviyyatdan danışırsınız, gəlin etiraf edək ki, bəzən bir çox yerlərdə pul olan yerdə mənəviyyat arxa plana keçir, yəni ona görə də heç də ona əməl olunmur. Hamı ona əməl etsəydi dünya daha gözəl olardı məncə. Qayda qanunlara da çox ehtiyacımız olmaz. Həm də mən burada bir məsələni də vurğuluyum. Bir məsələ də var, çox üzr istəyirəm Əlövsət. Belə söhbət açılmışkən istəyərik elə buna da toxunasınız. Bəzi hallarda siz də qeyd elədiniz, Aysel də bu barədə fikrini bildirdi ki, müqaviləsiz işləyirlər də, yəni əmək müqaviləsi imzalanmır. Əməlli başlı buna nəzarəti artırmaq cəza mexanizmi. Çünki biz bilirik ki, bəli, maarifləndirmə həmişə danışırıq, hər mövzuda deyirik, amma bilirik ki, bu məsələlər daha çox cəza mexanizminin sərtləşdirilməsi, qanunların sərtləşdirilməsi, cərimələrin artırılması ilə həll olunur. Bunlar gələcəkdə olsa bu işə fayda verərmi? Elə həm də bu məsələyə də toxunarıq. Mən həmişə araşdırmalarımda da bir şeyin şahidi olmuşam ki, istər inzibati qaydada, istər cinayət məsuliyyəti baxımından cəzaların sərtləşdirilməsi insanları islah eləmir təəssüf. Nə qədər cəzanı sərtləşdirsən, onu islah eləmir. Deyir ki, hər hansı bir insanın... Amma ən azından çəkindirir. Hər hansı bir insanın daha çox həbs olunmaq qorxusu var. Cəzanın nə qədər olması qorxusu yoxdur. Həbs olunursa, cəza nə qədər olsa belə artıq onun üçün əhəmiyyətli deyil. Yəni, insan qınaqdan qorxur, həbs olunmaqdan qorxur ki, mən həbs olunaram, biabır olaram. Cəza tək həbs olunmaq olmamalıdır. Cəza ilə qınaq olmalıdır, cəza ilə müdaxilə olmalıdır. Məsələ burası, insanların təfəkkürü dəyişməlidir. Biz nə qədər cəzanı sərtləşdirsək də, başa düşürəm. Yəni, cəza sərtləşdikcə qorxu hissi yaranır. Amma qorxu hissinin yaranması o demək deyil ki, bunu etməyəcək. Edir də, görürsünüz ki, edir də. Demək, insanların təfəkkürü dəyişməlidir. Zamanla həm təbliğat, təlimlərin, təşkili təbliğatın aparılması, reklam çarxlarının olması, bunu bizə elə gəlir ki, bəzən bu reklam çarxları o qədər təsir eləmir. Baxırsınız, başqa bir məsələyə sadəcə diqqət yetirmək istəyirəm. Bank kartlarından pulların çəkilməsi. Görürsünüz, həm Daxili İşlər Nazirliyi tərəfindən, həm digər qurumlar tərəfindən gündəlik reklamlar olur. İnsanlar maariflənir. Artıq hamıda məlumat var ki, mənim kartımdan pul çəkilə bilər, gələn mesajlara reaksiya vermir. Deməli, təbliğat güclənməlidir. Təbliğat gücləndikcə bu məsələlərin qarşısı alına bilər. İkinci bir tərəfdən, bilirsiniz ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində konkret olaraq göstərilir ki, uşaqlar dövlət qayğısı ilə əhatə olunur. Dövlətin nəzarətindədir. Və orada da göstərilir ki, 15 yaşına çatmamış uşaqlarla əmək müqaviləsi bağlana bilməz. Uşaq hüquqları haqqında konvensiya, bu həm milli məsələdir, həm beynəlxalq hüquqi məsələdir. Uşaq hüquqları haqqında konvensiyanın 32-ci maddəsində göstərilir ki, uşaqlar iqtisadi istismardan, ona qarşı mənəvi, psixoloji və fiziki qaydada tətbiq olunan hər hansı bir zorakılıqdan müdafiə olunmalıdır. Bu da dövlət tərəfindən təbii ki, müdafiə olunmalıdır. Buna inzibati qanunvericilik tədbirləri görülməlidir ki, dövlət buna nəzarət həyata keçirsin. Dövlət nəzarəti nə qədər həyata keçirsə belə vətəndaşlar, qeyri-hökumət təşkilatları, ictimai qurumlar dövlətə dəstək olaraq bu məsələdə aktiv olmalıdır. Bayaq sizin qeyd etdiyiniz məsələ kimi o uşaqlar haqqında məlumatı olan ictimai qurumlar dövlətə dərhal məlumat verməlidir ki, bu yerdə uşaq istismar olunur. Yəni biraz görüb keçmək və yaxud belə etinasız yanaşmaq olunur. Bu şəxsi məsələ deyil, bu şəxsi məsələ deyil, ümumi məsələdir. Bu elə bir məsələdir ki, buna göz yumub keçdikcə daha geniş vüsət alacaq və bütün insanlar bundan zərər çəkəcək. Bayaq bir məsələni qeyd elədiniz, zərərli işlərdə işləyə bilməzlər, xüsusi ağır işlərdə işləyə bilməzlər. Bunlar necə təsnifləndirilir? Hansı işlər zərərli işdir, ağır işdir? Bunlar hansı sahələrə aid edilir? Belə deyək də, yeraltı xidmətlərdə işə cəlb olunma, ağır çəkili fiziki baxımdan güc tələb edən ağır yüklərin qaldırılması, eyni zamanda gecə saatlarında işə cəlb olunma, bu kimi məsələlər qanunla qadağandır. Amma ola bilər ki, tutaq ki, bu hardasa bir
tutaq mətbəxdə köməkçi kimi işləyir və yaxud kino çəkilən bir yerdə köməkçi kimi işləyir, kasser köməkçisi işləyə bilər. Müxtəlif yerlərdə qısaldılmış iş vaxtında bu gedib orada işləyə bilər, amma burada da uşaq öz başına təbii gedib o müqaviləni bağlamır. Onun valideyninin, qəyyumunun və nümayəndəsinin razılığı ilə bağlanır o müqavilə. Onlar razılıq verdiyi təqdirdə o işə cəlb oluna bilər və işləyə bilər. Söhbət burasındadır ki, bu gün 10 yaşında uşaq artıq pul qazanmaq istəyirsiniz. Təsəvvür edirsiniz? Pul hamımız qazanmaq Müasir zaman istəyir. Yəni biz bunları əvvəllər tutaq ki, orta məktəbdə və yaxud universitetə daxil olanda fikirləşirdik ki, pul qazanmaq lazımdır. Amma bunlar bayaq sizin söylədiyinizə mən diqqət yetirirdim. YouTube-da, sosial şəbəkələrdə izləyirlər. Həm hüquqlarını birbaşa oradan öyrənirlər. Həm də pul qazanma, biznes qurma yollarını axtarırlar ki, mən necə eləyim ki, biznes qurum özümə... Məsələn, sosial şəbəkənin belə müsbət tərəfləri də çoxdur. Bəli, var, əlbəttə. Mən elə sosial şəbəkələrdən danışmışkən çox rastımıza çıxır, görmüşük, tamaşaçılar da görüblər ki, sosial şəbəkələrdə bir çox influencerlər, blogerlər olsun, öz övladlarının adından, övladlarının simasından, onların mövcudluğundan istifadə edərək də müəyyən bir məhsulların təbliğatında və s. bu kimi hallarda istifadə edirlər. Mən birinci bilmək istəyirəm ki, onların bunu etmək hüquqları varmı? İkinci bilmək istəyirəm ki, valideyn olmaq bu o deməkdirmi ki, sən öz övladından istədiyin formada istismar edə bilərsən və istədiyin formada ondan istifadə edə bilərsən. Və üçüncüsü də ki, ümumiyyətlə buna kim nəzarət eləyir? Kim həmin o influencer'a deyir ki, sənin övladının 6 yaşı var və sənin ixtiyarın yoxdur, əgər ixtiyarı yoxdursa, ki, sən övladından istifadə edəsən və hansı bir məhsulu reklam edəsən. Ola bilər o uşaq onu istəyir, amma o hələ anlamır axı ki, onun simasından sosial şəbəkələrdə istifadə olunur. Mən burada bir dənə balaca bir video çarx var, tanıtım çarxı var, sosial çarx var. Görmüşdüm xarici kanalların birində. Demək, orada ana və qızı çıxır bir alış-veriş mərkəzinə və orada yoldan keçən hər kəs, alış-veriş mərkəzindən bu qızı görən hər kəs adını təqribən xatırlayıram. Salam Emma ingiliscəsində, yəni salam Emma, donun çox gözəl idi. Qız belə qalır ki, hamı məni tanıyır. Bu sosial çarx onu işarə edirdi ki, uşaqların istismarı, yəni sosial şəbəkələrdə sən onu çox göstərdikcə çox insan onu tanıyır, onun təhlükəsizliyinə artıq bir xələl gəlir və çox insan onu tanımaqla onun dediyim kimi artıq bir sərhədləri artıq belə deyək çox genişlənir. Bax, mən istəyirəm buna aydınlıq gətirək. Yəni valideyn olmaq o ixtiyarı verir mi? Yox, bu artıq bir sui-istifadədir, bilirsiniz. Həm də uşaqların mənafeyinə zidd addımdır bu. Uşaqların böyüməsinə, inkişafına, bayaq dediyimi, uşaq hüquqları haqqında konvensiyada konkret göstərilir ki, uşaqların mənəvi, psixoloji inkişafına zərbə vuran bir məsələdir bu. Bununla bağlı eyni zamanda əgər reklam qaydalarından söhbət gedirsə, həm də reklam qaydalarının pozulması deməkdir bu. Konkret olaraq TikTok sosial şəbəkəsində və digər Instagram və ya Facebook sosial şəbəkəsində olan reklamlarla bağlı xatırlayırsınızsa, son zamanlarda tədbirlər görüldü. Əvvəllər də tədbirlər görülmüşdü. Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həmin şəxslər cəzalandırıldı. Son günlərdə də bilmirəm, rastınıza çıxdı yoxsa yox, uşağının xəstəliyi ilə bağlı reklam, daha doğrusu insanların etibarından sui-istifadə edib, pul yığıb, həmin pulu götürdüyü zaman artıq Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həmin şəxs həbs olundu. Görürsünüz, indi biz bilmirik, o uşaq doğrudan da onun öz uşağıdırmı? Yoxsa kiminsə hansısa bir uşağı qoyub orada reklam edib, onun xəstəliyi ilə bağlı pul yığır. Və digər məsələ də siz dediyiniz məsələ. Əgər onun hansısa bir satış məqsədindən paltarların reklamıdırsa və yaxud başqa məsələlərdirsə, bu da təbii ki, məsuliyyət və yaxud da mən özüm gördüyümü deyə bilərəm. Sosial şəbəkələrdə olan bir xanım influencer, bir neçə xanımlar var da, yəni yeni doğulmuş uşağını hansı bir bezləri almaq məqsədilə girdilər mağazaya, bu bezləri aldım, belə gözəldir, belədir. Yəni uşağın üzünü göstərməmək şərti ilə artıq sən ondan istifadə edərək bez reklam edirsən. Yəni bu da reklam məqsədli uşaqdan istifadə deyilmi? Tamamilə doğrudur, əlbəttə. Uşağın vasitəsilə onu reklam edir. Yaxşı, bəs bunu kim nəzarət edir? Ola bilər, siz dediniz bir-iki nümunə göstərdiniz, amma bu sizcə kifayətdirmi? Və sizin dediyiniz... Yox, kifayət deyil, əslində orada da bir boşluq var. Orada da bir boşluq var. Kifayət deyil əlbəttə. Bilirsiniz, yəni bunlar zamanla üzə çıxan məsələlərdir. Əvvəllər bunlar olmadığı üçün qanunda konkret olaraq o məsələni tənzimləyən bir maddə olmadı.
Amma indi bu boşluğun doldurulması istiqamətində təbii ki, təkliflər verilib, bunun da qarşısının alınması istiqamətində tədbirlər görüləcək. Yəni, qanun tam mükəmməl təkmil deyil ki, deyəsən ki, bu məsələlərin konkret qarşısını almaq üçün yetərli norma var. Amma o normaya bənzər olan hansısa bir normanı ona tətbiq eləmək mümkün olur təbii ki. Nümunələrdən danışırıq və sosial şəbəkəyə gəldi çıxdı mövzu ki, burada biz bilirik ki, sosial şəbəkələrdə bir çox işlərin reklamları da gedir və bəzi həmin o işlərin ümumiyyətlə mənşəyi məlum deyil və yeniyetmələr də təbii ki, sosial şəbəkədən istifadə edirlər və onların da qarşısına bu iş elanları çıxır və o iş elanlarının hansı riskləri var? Sosial şəbəkədən ümumiyyətlə bir iş tapan yeniyetmə üçün hansı risklər mövcuddur? Birincisi, əvvəllər bu iş elanları heç sosial şəbəkə olmadan adamların bir-birinə təklifi formasında və yaxud kağız formasında paylanılma şəklində olurdusa, indi siz qeyd elədiyiniz kimi sosial şəbəkədə evdə əyləşir, sosial şəbəkədə qarşısına çıxan elana diqqət yetirir, hansısa bir anketi doldurur və əlaqələrin qurulmasına başlanır. Bu, birinci növbədə etibarsız hesab olunur. Etibarsızdır. Çünki əgər doğrudan da iş təklifi varsa, həmin uşaqların, yeniyetmələrin, qanun nümayəndələri, valideynlərin razılığından əmək müqaviləsinin bağlanması tələb olunmalıdır. Əgər tutaq ki, belə deyək, heç yeniyetmə deyil, böyük şəxslərdir, 18 yaşına çatmış, 18 yaşından yuxarı olan şəxslərdir. Bunları xarici ölkələrə dəvət edirlər, iş elanlarından, yüksək əmək haqqından. Bunların çoxu gedir məcburi əmək. İstismar olunurlar, insan alverinin qurbanına çevrilir. Məlum olur ki, göstərilən məbləğdə əmək haqqı verilmir onlara, daha az əmək haqqı verilir və bütün sənədlər əlindən alınır. İş bitəndən sonra onu öz ölkəsinə getməsinə imkan yaradırlar. Bunun üçün nə etmək lazımdır? Təbii, maraqlanmaq lazımdır. Həmin şirkət nə şirkətidir? Vizanın alınması məsələsi, viza qanuni şəkildə bunlara viza alınırmı? Və eyni zamanda əmək müqaviləsinin bağlanması. Bunlar olduğu təqdirdə əlbəttə qanuni hesab oluna bilər. Əks halda istər böyüklər üçün, istər yeniyetmələr üçün həm daxildə, həm xaricdə bunlar yol verilməzdir və qanunsuzdur. Bundan istənilən halda şübhələnmək lazımdır. Şübhələndiyin təqdirdə araşdırırsan, baxırsan ki, bunun kökündə nə dayanır? Hansısa bir cinayətkar qrup dayanır, ya nəsə başqa məqsədlərə xidmət edən insanlardır. Əlifşət müəllim, onda bu o deməkdirmi ki, məsəl üçün biz əgər küçədə görürüksə ki, hansısa bir dilənçiliklə məşğul olan uşaqları görürük də, yəni bu da artıq bir əməyə cəlb olunmadı, elə deyilmi? Və yaxud da ki... Rəhbərinə bir-iki salfet verilir, işıq forlarda maşınlara bir-bir yaxınlaşırlar uşaqlar. Və mən sizə deyim ki, bunlar necə olur bəs? Bu birbaşa yenə də bayaq vurguladığım məsələ, insan alverinin qurbanlarıdır bunlar. Bəli, yəni biz bunu görürük axı. Dilənçiliklə məşğul olurlar, oğurluğa cəlb eləyirlər. Bəli, bəli. Deməli, belə bir BMT-nin uşaqların və qadınların alverinə qarşı mübarizə haqqında, ümumilikdə insan alverinə qarşı mübarizə haqqında Palermo protokolu var. Həmin protokolda da konkret olaraq göstərilir ki, 18 yaşına çatmamış uşaqların istər dilənçiliyə cəlb olunması, oğurluğa cəlb olunması, yəni ümumi şəkildə də bunlar hamısı istismar olunma deməkdir və insan alveri hesab olunur. Yaxşı, bəs əgər uşaq təbii ki, fərqindədir gördüyü işdən, amma nə qədər onun cəzasının böyük ola biləcəyindən bəlkə də fərqində deyil, amma razıdır vəziyyətindən, çünki valideyn ona tapşırıb ki, getsin bunu eləsin. Yəni bu uşaqla valideyn arasında bir razılıq əsasında həyata keçirir. Yox, mən dediyim valideyn deyil, məsələ burasında. Mən dediyim valideyn deyil. Üçüncü bir şəxs. Bəli, oğurlanıb onun bu istiqamətə yönəlməsi. Bəzən burada valideynlər də var axı. Öz övladını diləndirən valideynlər də tanıyırıq. Valideyn bunu eləyirsə, əlbəttə bu da məsuliyyət yaradır. Bu qaçılmazdır. İkinci bir tərəfdən təhsildən yayındırır bunu. Bilirsiniz, biz danışırıq, burada özünüz də qeyd edədiniz ki, qanunda bir boşluq var. Çünki bəzən biz bunları görürük, amma müdaxilə etmirik. Çünki ay olmaz, ya ictimai qınaqdan çəkinirik. Amma mənə elə gəlir ki, öz uşağı da özü bilər. Öz uşağı da özü bilər prinsipi var axı bizdə. Yəni istər küçədə ər-arvad dalaşanda belə müdaxilə etmirik ki, öz həyat yoldaşı özü bilər. Prinsipindən yanaşmaq olmaz. İstər budur, istər məişət zorakılığı, insan alveri. Bunların heç birinə öz uşağıdır prinsipindən yanaşmaq olmaz. O uşağın taleyinə, belə deyək də, onun inkişafına bir təhlükə varsa, bir zərər varsa, bu hər kəsin uşağıdır. Belə olan halda mən elə bir uşağın fəaliyyətini görürəmsə, mən nə etməliyəm? Bir vətəndaş olaraq küçədən keçirəm. Ola bilər ki, məlumatsızıq. Mən məlumatsızım, görürəm ki, bir uşaq, nə bilim, təkər qaralmaq məsələsidir. Belə deyə məcbur olunur. Mən nə etməliyəm? Mən özüm, məsələn, yaxınlaşır, gedirəm bazara. Bazara gedəndə görürəm ki, 12 yaşında bir uşaq yaxınlaşıb kömək edeyim. Soruşuram ondan, danışdırıram, söhbət deyirəm, gəl məndən bazarlıq eləyək, yol gedək. Danışırıq, söhbət eləyik. Deyirəm, mənim yanımda ol, mən sənin qazanacağın pulu sənə verəcəm, söhbət eləyik. Araşdırıram, baxıram, deyir ki, atası rəhmətə gedib, anası rəhmətə gedib.
qalır uşaqlarla, başqa uşaqlarla qalır. Bu çox vaxt bəzən hallarda hətta bir hekayə anası var, atası yoxdur. Hekayə də yaradılır. Atası da var, anası da var. Atası da var, anası da var, elə hallar da var. Kirayədə qalırlar. Bu cür söyləyir. Hiss edirsən ki, maddi sıxıntısı olan adamdır, uşaqdır təbii ki. Amma bütün hallarda biz ona susmamalıyıq əlbəttə. Biz hər kəs, mən də, başqası da müvafiq qurumları məlumatlandırmalıyıq ki, bax belə bir uşaq sahibsiz şəkildə bazarlarda və yaxud başqa-başqa yerlərdə əməyə cəlb olunur. Bu uşaq istismar olunur. Aparırlar, tutaq ki, o uşağı işlədirlər. 5 manat pul verəsidirlərsə 2 manat verirlər. 15 manat verəsidirlərsə 5 manat verirlər. Yəni uşaqdır, hüququnu tələb edə bilmir. Özünü müdafiə edə bilmir. Bu qeyri-qanuni hallar idi, Əlövsət müəllim. Böyle də qanuni hallar var ki, hansı ki, bayaq da qeyd elədik, 15 yaşına da çatıb, əmək müqaviləsi də imzalanıb və iş yerində həmin uşaq istismar olunursa, hüquqları pozulursa, o hara müraciət eləməlidir? Öz hüquqları üçün Bəli, birinci növbədə bayaq qeyd etdiyim kimi Dövlət Əmək Müfəttişliyinə müraciət etməlidir ki, onun hüquqları pozulur, araşdırılır. Dövlət Əmək Müfəttişliyi həmin işə götürənə müraciət eləyir, ondan müvafiq sənədləri tələb edir. Əgər yoxlamalar zamanı aşkar olunsa ki, doğrudan da onun hüquqları pozulub, mütləq şəkildə o inzibati məsuliyyətə cəlb olunur. Yox, Dövlət Əmək Müfəttişliyindən də müsbət cavabı almasa məhkəməyə müraciət etmə hüququ var. Bu ümumi bizim bu söhbətimizin yekunu olaraq deyə bilərik ki, 15 yaşına qədər əgər hər hansı bir uşaqla müqavilə imzalanıbsa, bu hüquqa ziddir, bu qətiyyən etibarsız yol verilməzdir və valideynlər də ayıq-sayıq olsunlar ki, əgər bizə baxırlarsa və uşaqlarını istismar edirlərsə, bu da hüquqa ziddir və belə olduğu halda insanlar bunu görürlərsə, heç bir halda belə deyək, gözlər susmamalıdırlar və müvafiq yerlərə müraciət etməlidirlər. Təbii ki, uşağın belə deyək də siması ictimailəşmədən, adı familiyası göstərilmədən ictimailəşdirməlidirlər və həmin şəxslərin məsuliyyətə məsələnin özü ictimailəşdirilməlidir uşağın. Fakt ictimailəşdirilməlidir. Həmin şəxslərin məsuliyyətə cəlb olunması qaçılmazdır. Təşəkkür edirik Əlövsət müəllim. Bir daha xatırladaq, hörmətli tamaşaçılar, qonağımız hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev idi.